Bu həftə Barack Obamanın gözlənilmədən Azərbaycana, Gəncəyə səfər etməsi çoxlarını təəccübləndirdi. Xeyr, bu sizin düşündüyünüz kimi Obamanın oxşarı deyil, məhz özüdür. Səfər gözlənilməz olsa da Barack Obama televiziyamıza müsahibə verməyə razılaşdı. Əvvəlcə Birləşmiş Ştatlar prezidentinə dəvətimizi qəbul edib həmsöhbətimiz olduğuna görə minnətdarıq. Xoş gəlmisiniz, cənab prezident. Təşəkkür edirəm. Mən də çox şadam ki, qədim tarixə malik olan şəhərdən yayımlanan Kəpəz televiziyasının qonağı olmuşam. Ümid edirəm ki, bir neçə dəqiqəni əhatə edəcək söhbətimiz maraqlı və düşündürücü olacaq. Çalışacağım ki, sizin suallarınızı əhatələ cavablandırım. Əlbəttə, siz media nümayəndəsiniz, yenə heç kəsin düşünmədiyi sualı ünvanlayacaqsınız. Ancaq mən də nəzərinizə çatdırım ki, hər bir sualınıza peşəkarlığıma dayanan diplomat kimi cavab verəcəm. Cənab Obama, niyə məhz Gəncəyə və niyə məhz qeyri-rəsmi səfər? Hər zaman sahəsinə görə böyük olan ölkələrə səfər edirik. İstədim ki, bu dəfə adı dillər əzbəri olan Azərbaycanın ən gözəl şəhərlərindən birinə qonaq gələm. Nəyə görə qeyri-rəsmi səfər? Mən əgər xəbər versəydim, yollarda nəqliyyatın hərəkəti məhdudlaşacaqdı. Hər kəs qonağı elə qonaqpərvərliklə yola salmağa can atacaqdı. İstədim ki, hər şey öz axarı ilə davam etsin. Mən də bu gözəlliyi öz gözlərimlə izləməyə gəldim. Özüm də gəzməyi sevən bir insanam. Amma nə eləmək olar? Amerika jurnalistləri kimi sizin də əlinizdən yaxşı mənada yaxa qurtarmaq olmur. Neçə gündür şəhərimizdəsiniz və bu müddət ərzində diqqətinizi çəkən hansı məqamlar oldu? Artıq ikinci gündür ki, Gəncəyə qeyri-rəsmi səfərə gəlmişəm. Şəhərdə yerləşən otellərdən birində qonaq olmuşam. Ən görməli küçələrinizdən olan... Nə idi onun adı? Deyəsən Cavadxan küçəsi idi. Bəli, bəli. Amma heç kim bilmədi. İnandırım sizi, küçənin görünüşü mənə Amerikanı xatırlatdı. Gəncənin belə gözəl olduğunu təsəvvür edə bilməzdim. O ki, qaldı mənə təəccübləndirən məqamlara, yeməkləriniz məni yaxşı mənada təəccübləndirdi. Yeməkdən özümü ayıra bilmirdim. Qorxuram bu yeməklər məni şəhərinizə bağlaya. Görürəm, hər kəs Gəncəni çox sevir. Yenidən qurma işləri həyata keçirilsə də, yollarda məişət tullantılarına rast gəlmədim. Təəssüflər olsun ki, bugün Gəncədə keçirəcəyim son gündür. Sizi öz suallarıma çox yormaq istəmirəm, amma bizi bilirəm ki, bu dəqiqə izləyən tamaşaçılar dünyada baş verənləri sizin dilinizdən eşitmək üçün ekran qarşısına daha yaxın əyləşiblər. Son zamanlar baş verənləri necə qiymətləndirirsiniz? Buyurun. Vəziyyət ötən ilə nisbətən yaxşılığa doğru irəliləyir. Bilirəm, siz indi diqqəti Tunisdən sonra çiçəklənən inqilablara yönəldirsiniz. Amma nəzərinizə çatdırım ki, xalq hər zaman doğrunun tərəfdarıdır. Özünüz də şahidi oldunuz ki, baş verən haqsızlıqlar elə həmin ölkələrin dövlət başçılarının kürsüdən getməsi ilə ədalətə qovuşdu. Bəzi problemlər hələ də qalmaqdadır. Ancaq inandırıram sizi, tədricən həlli gözlənilən bütün məsələlər öz təsdiqini tapacaq. Azərbaycanın da hər zaman bizə dəstək olması əlavə stimul verir. Bəs Azərbaycana növbəti səfəriniz nə vaxt olacaq və o da mı qeyri-rəsmi səfər olacaq? Mən planlarımı açıqlamağı sevmirəm, amma etiraf edim ki, manatınız diqqətimi çox çəkdi. Hətta qəpiklə nəqliyyatdan belə istifadə elədim. Hər şey çox xoş idi. Düzdür, Azərbaycan dilində bilmədiyimə görə nəsə almaq istəyəndə çətinlik çəkirdim. Amma sevindirici haldır ki, İngilis dilində səlis danışanların sayı da az deyil. Ətrafdakıların tanımadıkları insana isti münasibət göstərməsi. Bir sözlə bu 2 gün mənim səyahət tariximdə yadda qalan olacaq. Dəvətimizi qəbul etdiyiniz üçün və dəyərli vaxtınızdan bizim üçün də ayırdığınız üçün sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Minnətdarım. Bugün çox istərdik deyək ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Barack Obama həqiqətən də qonağımız oldu. Əslində o 1 aprel beynəlxalq gülüş günündə videomontaj olunaraq qonağımız oldu. Yəqin ki, hər zaman müxtəlif aspektlərdən çıxış edən Barack Obamanın özü də bizim bugünkü gülüş gününə həsr etdiyimiz reportajımızı görsəydi, onun da simasında gülüş yaranardı. Çünki hər zaman liderlərin siyasətdən uzaq addımları maraq doğurub. Sevindirici haldır ki, 1 aprel gülüş günü beynəlxalq şəkildə qeyd edilir. Çünki mənsəbindən, mənşəyindən, ilgindən asılı olmayaraq hər kəsə gülmək yaraşır. Hər zaman üzünüzün gülməsi diləyi ilə Cavanşir Məmmədzadə, Səbuhi Elxanoğlu, xüsusi olaraq bu həftə üçün.